Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Son zamanlar hava soyuduğundan heyvanların yem tələbatını ödəmək üçün yaxınlıqdakı kəndlərə və müəyyən təsərrüfatlarına hücum halları artıb. Belə olan zaman həm sakinlər, həm də onların dolanışığını təmin etmək üçün saxladığı heyvanlar üçün təhlükə yaranır. Mətbuatda vəhşi heyvanların insanlara hücumu ilə bağlı tez-tez yayılan xəbərlər də bu mövzudakı narahatlığı daha da artırır. Bəs bu vəhşi heyvanlardan nə cür, hansı yolla qorunmaq olar? Mütəxəssislər bildirir ki, belə hallardan qorunmağın xüsusi mexanizmi yoxdur, lakin alternativ variantlardan istifadə etmək olar. Baydar həkim Sureddin Ələkbərov Baku Sİ açıqlamasında bildirib ki, bunun qarşısını almaq üçün tüfəng səsi çıxaran xüsusi mexanizmlər var. Əgər vəhşi heyvanların rayon və kəndlərə hücumu hər gün baş verirsə, bu zaman xüsusi səs çıxaran mexanizmlər olur, onlardan istifadə etmək olar. Bu mexanizmlər tüfəng səsi çıxarır, amma təhlükəsizdir.